بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، قال الله تبارك في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. من عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فلنحيينه حياة طيبة. صدق الله العلي العظيم. Allah Tebarek ve Teala İmam Zaman Ağa'nın zuhurun təcil eylesin. Bizleri, övladlarımızı, nəslimizi, cavanları İmam Zaman Ağa'nın layıqlı ardıcıllarından, tabiçilerinden qərar versin. Muhammed ve Ali Muhammed'e salavat zikridir. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah Tebarek ve Teala hakkı boynumuzda olup dünyasını terk eden meraci, ulema, şühada, mümin, müminat, bedvaris, bivaris, valideynlerimizin ruhlarını şad eylesin, əhl-i beytlə məhşur eləsin. Bu niyyətə də Peyğəmbər və onun əhl-i beytinə salavat zikr edək. Allahümme salli ala Muhammed. Bir neçə il bundan öncə Ali rəhbərimiz bir mövzuya işarə etmişdi və bu mövzu bizlər üçün çox önəmli və əhəmiyyətlidir. O nədən ibarətdir? O mövzu Quranda yaşayış tərzi. İnsan necə eləyə bilər ki, bu müvəqqəti dünya da olsa belə, hər birimizin haqqı var ki, bu dünyada sağlam şəkildə yaşayaq və sağlam ömrümüzü başa çatdıraq. Hər bir şəxsin haqqıdır. Ali rəhbərimiz də bu məsələyə işarə etmişdi ki, Quranda yaşayış tərzi. İnsan necə edə bilər ki, Qurandan yaşaya, həyatı Quranla ola. Təəssüflər olsun ki, ağamız elə bir məsələ işarə edib ki, həqiqətən ehtiyac var bu məsələyə bizim yaşayışımızda. Təəssüflər olsun ki, dünya, müsəlman aləmində bu məsələyə diqqət yetirilmədiyi üçün Quran bizim yaşayışımızdan çox fasiləsi var. Bəzilərimiz Quran oxuyuruq, Qurandan fasiləmiz var. Bəzilərimiz oxumuruq, Qurandan fasiləmiz var. Yəni dərd bir deyil, iki deyil. Quranla da bəzilərimiz Quranı oxuyuruq üzündən, amma qəflətdə oluruq ki, Quran bizdən nə istəyir? Əlbəttə, müqəddimə budur ki, alimlər buyurub ki, elə Peyğəmbər, alimlər də Peyğəmbər və Əhl-i Beytin onlar varisləridir də. Peyğəmbərimizdən çoxlu Quranı üzündən oxuma barəsində hədislər var. Xayrukum mən təalləməl Qur'anə və alləməh. Sizin ən yaxşınız o kəslərdir ki, Qur'anı öyrənə və başqalarına öyrədə. Qur'anı üzündən oxumaq ibadətdir. Qur'anı gözəl avazla və doğru düzgün tələffüzlə insan oxuya. Bunlar Peyğəmbərdən hədislər var, çoxlu hədislər var Qur'anı üzündən oxumaq. Əzizlər, özümüz çalışaq, Qur'an oxuyaq hər gün. Hətta bir ayə olsa da belə oxuyaq. Hətta bir ayə olsa da belə oxuyaq.
övladlarımızı Kur'an ya özümüz öyrədə, bilənlər özü öyrətsin, bilməyənlər öyrətsinlər, çalışsınlar bir Kur'an dərslərinə, Kur'an öyrədənlərə yanına qoysunlar, aparsınlar, qoy Kur'anla ünsiyyətlər olsun. Biz bugünkü övladlarımıza, yeniyetmələrə elə yeniyetmə kimi baxmayaq. Gələcəyin böyük bir şəxsiyyət kimi baxmalıyıq. Bunlar bizim gələcəyimiz. Biz həmişə deyirik ki, övladlarımıza bizim gələcəyimizdir bunlar. Amma bir iş görürük, elə deyirik sözü. Amma hərəkət edən bir iş görmək lazımdır. Hədislərdə var. Valideynin haqqı budur ki, övladına, vəzifəsi budur ki, bir neçə vəzifəsi var. Ona tərbiyə edə və Qur'an öyrədə ki, Qur'an əhli olsun, əzizlər. Bunlar öz yerində. Çünki əgər bu gənclər, yeniyetmələr Qur'anla indidən ünsiyyəti olsa, Qur'anla bunlar mənus olsalar, bunların munisi Qur'an olsa, Qur'anla yaşayacaqlar. Qur'an dediyi kimi yaşayacaqlar. Bunlar gələcəkdə əgər hər hansı bir sahədə olsalar, yalan danışmayacaqlar, xəyanət etməyəcəklər, əmanətə əda edilmək. İnşallah bu Qur'anda yaşayış tərzi barəsində söhbət edilir. Sadəcə müqəddimə olaraq mən bunu deyirəm ki, bu bir dənə bizim dərdimizdir ki, biz bunun üzərində gərək fikirləşməliyik, əzizlər. Bu məclislər bizim üçün bir nemətdir, o cəhətdə nemətdir, bunun qədrini bilməliyik ki, bu məclisdən gərək bir şey əldə eləməliyik. Buradan gedəndə bir şey əlimizdə olsun. Bizim mədrəsənin müdiri gözəl bir gün söhbət edirdi, əxlaqi məsələdən danışırdı. Dedi ki, bu mədrəsə ki görürsünüz, bu mədrəsə tikili, burada müəllimlər gəlir, mavini var, müdiri var, işçiləri var. Bunlar hamısı nə üçündür? Bunlar hamısı onun üçündür ki, bir dənə sinif ola, 15 nəfər, 20 nəfər orada tələbə ola, bir müəllim, ustad ola, orada maarifləndirə. O tələbələr orada Qur'an elmlərini öyrənərlər, əhkamını öyrənsinlər, maariflənsinlər. Qur'anın ayələrini dərk edib, düşünə, təfsirinə, maariflənə və həyatda bunu yaşayıb və hər yerə getdi, insanları Qur'ana tərəf, dinə tərəf sövq etdilər. Bunun üçündür. Elə bu məclislər də mərkəzdə olsun, digər Hüseyniyələrdə olsun, bunun üçün də elə əzizlər. Dünyanın hər bir yerində olsun. Onun üçün də elə. Burada Qur'an tilavətin əziz qardaşımız Vaqiə surəsini oxudu. Allah onu Qur'an və əhl-i-beytlə bizlərlə birgə məhşur eləsin. Çox gözəldir. Və söhbətlər olur burada, illərlə burada söhbətlər olur. Allah bu neymət bizim əlimizdən almasın. Bunlar onun üçündür ki, nə üçün əzizim? Bunlar hamısı onun üçündür ki, burada söhbətdir, burada xidmət olunur. Başda Hacı Ağa Bəxtəvarın müdiriyyətinlə, burada xidmət edənlər var. Gözə görünən, görünməyən burada işlər görürlər. Həsanat verilir. Sizlər burada öz halal ruzizdən ayrısınız, burada ehsan qutularına, burada ehsanlar edirsiniz. Bunlar hamısı nə üçündür? Ehsan bunun üçündür ki, burada biz Allah kəlamını eşidək, Qur'an və Əhl-i Beytin buyurduqlarını eşidək və həyatımızda yaşayaq onu. Əgər bu olmazsa, bunun heç bir faydası olmaz bizə. Övladlarımız üçün düşünməliyik, əzizlər. Onlar bizim gələcəyimizdir. Bu gələcək deməklə də bu kifayət eləməsin. Nəysə bir hərəkət eləmək lazımdır. Qur'anla başlamaq lazımdır övladlarımızla. Necə ki, ali rəhbərimiz bu məsələyə işarə eləyib. Əzizlər, Allah təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, "Mən amilə salihan min zəkerin əv unsə və huvə mu'min." Hər kəs salih işlər görsə, istər qadın, istər kişi, fərq etmir. Salih işlərlə məşğul ola. Bir halda ki, və huvə mu'min, mömindir, imanlı olan şəxsdir, təqvalı şəxsdir. Fələnuhyiyənəhu həyatan tayyibə. Allah buyurur ki, əgər belə olsa, istər qadın olsun, istər kişi olsun. Əgər mümin xanım, mümin ağa, salih işlərlə məşğul olsa, salih işlər görsə,
Allah buyurur ki, biz onu pak həyatla dirildərik, ona pak həyat ət eləyərik. Mənəvi bir həyat ət eləyərik. Biz yaşayırıq. Bəli, səhər açılır, istirahatımız eləyir, səhər açılır, işimizin dalınca, bu da lazımdır, halal ruzu dalınca gedirik. Dünyavi işlərlə məşğul oluruq. Əlbəttə biz eləyə bilərik. Dəfələrlə burada ağalar söhbət eləyiblər ki, olub söhbət. Biz dünyavi işlərimizə də ilahi rəng qata bilərik. Allah xatirinə biz eləyə bilərik, diqqətimiz Allahda olsun və gördüyümüz işləri də ibadətə çevirə bilərik. Hər halda gündəlik biz görürük ki, hər gün bizim işimiz təkrardır da. Çalışırsan, işləyirsən, bəli, sonra gəlirsən, ac olursan, yeyirsən, susuz olursan, içirsən, su içirsən, yenə istirahat verirsən, yenə səhəri davam edir belə. İllər ötür, illər ötür. Uşaqlıq dövründən yeniyetmə, gənclik, orta yaş, yavaş-yavaş, saç, saqqal ağarır. Yavaş hiss edirsən ki, bəli, cavanlıq da gedir, amma heç təkrardır həyat insanı. Allah Teala məni bunun üçün yaratmışdı. Bu müvəqqəti dünyada mən hələ bu cürlə yaşayım, ömrüm başa çatdı, qutardı. Buna görə yaradıb. Allah Teala peyğəmbərləri göndərdi bizə müəllim. Və kitab sonuncu peyğəmbərə Qur'an-ı Kərimi nazil etdi ki, biz həyatımıza ilahi rəng qatayıq. Həyatımız mənalı olsun. Bu təkrardan, bu hər gün gördüyümüz işdən fərqli olsun. O nədir? Mənəvi həyatdır. İnsan, mümin olan insan bu dünyada. İmanlı yaşayan insan. Qur'anda həyat tərzi. Mövzumuz budur. Biz necə eləyək ki, Qur'anda buyurduğu kimi biz yaşayaq. Birinci budur ki, əgər istəyirsə, biz Qur'an dediyi kimi, buyurduğu kimi yaşayaq. Birinci işimiz, əzizlər, bundan ibarətdir ki, təvəkkülümüz ola Allaha. Allah Qur'an-ı Kərimdə buyurur ki, وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Hər kəs Allaha təvəkkül eləsə, Allah ona kifayət eləyər. Əlbəttə, bu surədə, bu ayədən əvvəl Allah Teala buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Hər kəs təqvalı olsa, təqva nədir əzizlər? Təqva özünü qorumaqdır. İnsan özünü günahlardan qoruyor, haramdan çəkinər. İmam Sadiq əleyhissalamdan sual etdilər. Ama təqva, Qur'anda Allah bu qədər təqva buyurur, təqvalı olmaq lazımdır. Təqva nə deməkdir? İmam Sadiq əleyhissalam gözəl təqva barəsində buyurdu ki, təqva budur ki, Allah razı olan işlərdə, Allah razı olan yerlərdə hazır olasan, Allahın narazı qaldığı, qəzəbi tutduğu işlərdən və yerlərdən qaçasan, uzaq qalasan. Nə gözəl buyur. Bəli, yer var, oraya getmək haramdır. Sən də bilirsən haramdır. Sən də müminsən, namaz qılansan, ibadət əhlisən. Səni dəvət edirlər. Getməsəm, narahat olar bu. Qohumdur, hər kəsdir, dostdur, tanışdır. Hop görək Allah necə. Getməsəm Allah razı olacaq məndən, razı qalacaq. Ev yoxdur, o narazı qalacaq. Xaliqim razı qalacaq məndən. Onun məxluqu narazı qalacaq, olsun, narazı olsun. Mənə nə lazım? Mənə lazım ki, Allahım məndən razı olsun. O da kimlər üçündür? Əlbəttə ki, imanlı olan, mümin olan şəxslər. Ki Allah buyurur ki, mümin olan şəxsə biz nə edərik? Onları pak həyat nəsib eləyərik. Hər kəs təqvalı olsa, yec'al lehu məxrəcə. Allah onlar üçün bir nicat yolu açar. Və yerzuquhu min haythu la yahtasib. Onlara gözlənilmədən ruzi yetirər. O qədər həyatımızda olub ki, davam edir. Həyatımız elə o cürlə davam edir. Gözlənilmədən görürsən ki, Allah Teala sənin müşkilləri və həll eləyir. Allah sənin
dadıva yetişir əzizlər. Və yerzuquhu min haythu la yahtasib. Qutardı, hələ qutarmadı. Və men yetevekkel alallah. Hər kəs Allaha təvəkkül eləsə, fəhuve hasbuhu. Allah ona kifayət eləyər. Yaxşı, təvəkkül nədir? Biz hər gün bunu işlədirik. Təvəkkül Allaha. Allaha təvəkkül. Birinin problemi var. İstəyir bir nəfər görsün, danışsın, dərdini danışsın. Danışır sənə dərdin, sən də ona deyirsən ki, təvəkkül Allaha. Bu deyir, qardaş, sən deyirsən təvəkkül Allaha, mənim problemim aşıb daşıb. Sən deyirsən təvəkkül Allaha. Niyə? Bu təvəkkülün mənasını dərk eləməyib təvəkkül nə deməkdir? Təvəkkül nədir əzizlər? Təvəkkül odur ki, sən bütün vücudunla, qəlbinlə Allaha etimad eləyəsən ki, hər bir işdə Allahın təsiri var. Hər halda Allah dadımıza yetişər. Əlbəttə, bu şərtlə ki, insan özü də hərəkət eləyər. Təvəkkülün mənası o demək deyil. Evdə oturan insan heç bir işdən məşğul olmuyor. Əlinin üstünə qoyar, deyə Allah təvəkkül. Təvəkkül Allah'a. Düzələr inşallah. O heç vaxt düzələn iş deyil. Bu düzəlməyəcək. Mən əlimi üstünə qoyum, illərlə mən oturum elə deyim, bu iş düzəlməz. Belə deyil. Allah belə qərar verməyib. İlahi sünnət belə deyil. İlahi sünnət budur ki, insan gəlir özü hərəkət eləyə və təvəkkül ilahi pərverdigara. Mənim işim budur, mənim bacarığım budur. Hərənin bir işi var. Hər kəs öz gərək işini bilə və o öz işini görə. Bilmədiyi insan bir işə başını salsa, qarışsa o işlərə müdaxilə eləsə, aləm dəyəcək bir-birinə. O işi bacaran o işi görsün, əzizim. Mən o işi bacarmıram, gərək kənara. Mən öz işimi görməliyəm. Bəli, hər kəs öz işini görə və deyir ki, pərverdigara, mən hərəkət edirəm, mən çalışıram, amma sənə etimadım var. Bütün işlərimi sənə həvalə edirəm. Sən mənim həyatımda, sənin mənə birbaşa həyatımda təsirin var. Sən məni yaratmamısan ki, elə başlı başına buraxmamısan sən məni. Sən məni yaratmısan, sənin mənə nəzarətin var, sənin lütfün var. Həmişə sən bəndələrə və lütfün var. Həmişə bəndələri və insanların dadına yetişərsən pərverdigara. Ya gıyasəl müstəğithin. Kumel duasında. Kumel duasında biz çalışaq, bu bəzi dualar ki var, uzundur. Amma çalışaq, bacardığımız qədər bu kumel duasında oxuya bilənlər oxusun. Oxuya bilmənlər qoy cəm şəkildə, harada oxurlar, orada cəm olun, orada iştirak edin. Bir yerdə sən görürsən, 5-10 nəfərsiz. Oxuyanız var, bir qardaş deyim, siz oxuyun, kumel duasını biz də qulaq asaq. Gözəldir. Deyir, ya gıyasəl müstəğithin. Ey fəryad edənlərin dadına yetişən Allah. İnsan hər yerdən əli üzülüb çarəsizdir. Həmin vaxt kimdir dada yetişən? Allahdır. İnsan dadına yetişən. Təvəkkül odur ki, insan bəli, öz işində, gücündə, amma deyək ki, pərverdigar işlərimi sənə həvalə edirəm. Və aləllahi fəliyətəvəkkəlil müminun. Digər bir yerdə Allah buyurur ki, müminlər gərək Allaha təvəkkül eləsinlər. Bir çətinlikləri olanda özlərini itirməsinlər. Ayaqları büdürəməsin. Ay, niyə belə oldu? Nə oldu? Mən uzun illər alnım səzdədə, namaz qılıram, ibadət edirəm. Yay bilmirəm, qış bilmirəm, mən oruç tuturam. Nə oldu? Allah mənim səsimi eşitmir. Nəuzubillah. Mənim problemlərim aşıb daşır. Niyə belə oldu? İnsanın həmin vaxt təvəkkül və təvəkkül nə içindənsən? Bəli, Allah görür, Allah bilir. İnsan gələ, həmin anda insan gələ təvəkkül eləyir Allaha. Ki Allah bir yol açar inşallah. Necə ki həyatımızda biz dəfələrlə bunu görmüşük. Allah Teala insanın dadını içir və Qur'an da Allah Teala bu məsələyə işarə edir ki, müminlər, onlar ki mümindirlər, bu fikirdə olmasınlar. Öz qəlbində şək şübhə yol verməsinlər.
qəmdə, qüssədə olmasınlar. Əlbəttə bunu demək rahatdır, deyirik, amma gərək bunu biz həyatımızda yaşayaq. Elə Qur'anda həyat tərzi ki var, insan Qur'an dediyi kimi yaşayır. Budur ki, insan belə bir anda, belə bir çətin vəziyyətdə insan gərək neyniyə? Özünü itirməyə. Allahın huzurunda özünü bilə. Hər yerdə Allah bunu görür və nazirdir. Təvəkkül ilə Allah'a. Gözəl bir hədis var Peyğəmbərdən. Onu mən sizə də hədiyyə edirəm. Buyurur: "Ləv təvəkkəltum alallahi haqqa təvəkkülihi la razaqakum kema yarzuqut tayra təğdu ximasan və təruhu bitana." Nə gözəl buyurur Peyğəmbər. Burada bizim alimlərimiz var, başda Hacı Bəxtər var, əzizimiz, üzr istəyirəm, huzurunda əlbəttə belə məsləhət əmr ediblər ki, xidmət edirik. Bəli, gözəl hədisdir. Peyğəmbər buyurur ki, deyir, əgər o quş ki, səhər gedir ruzi dalınca, gəzir, dolanır, pərvaz edir, ora bura gedir, axşamı neyinir? Öz ruzisini əldə edir. Səhər ac olan halda gedir, amma tox qayıdır. Deyir, o cürlə, eynilə o heyvan kimi, o quş kimi gərək siz təvəkkül eləməlisiniz Allaha. Əlbəttə, insan gərək çalışmaqla, uğraşmaqla. O heyvan öz heyvanlığıyla neyinir? Çalışır da. Hərəkət edir o da. O da pərvaz edir. O da zəhmət çəkir. Peyğəmbər gözəl buyurur, deyir ki, onun kimi siz də neyinin? Hərəkət edib və təvəkkül eləyin o cürlə. Necə ki, hərəkət edir, çalışır, zəhmət çəkir o da, mən ancaq onu ac saxlamıram. Mən onun ruzusunu verəm, siz də deyir, o cürlə olun. Peyğəmbər bunu əhl-i beytinə bir salavat zikr eləyək. Allahümme sallallahu. İkinci budur ki, biz Qur'andan öyrənirik. Qur'an dediyi kimi yaşamaq üçün, gözəl yaşamaq, o pak həyatı yaşamaq üçün nə etməliyik əzizlər? İsrafdan uzaq qalmalıyıq. Qənaət həyatımızda gərək qənaət olmalıdır. Qur'an-ı Kərimdə Allah Teala buyurur ki, İnnəl mübəzzirinə kənu ixvanəş-şeyatin. İsraf edənlər şeytanların qardaşlarıdır. Şeytanların qardaşlarıdır, israf edənlər. İsraf nə deməkdir, əzizlər? İsraf, yəni ehtiyacından artıq istifadə eləmək. Sənin suya ehtiyacın var, sənin qidaya ehtiyacın var, sənin geyimə ehtiyacın var, sənin evə ehtiyacın var, belə də əzizim. Bunlar. İndi biz ailə başçısı olaraq bizim bir vəzifəmiz var ki, ailəni saxlamalıyıq. Bizə vacib nəfəqə deyərlər. Bəli. Ehtiyac nədirsə, o qədər insan istifadə edir. Ehtiyacdan artıq istifadə eləmək israfdır. Nemətlərdən düzgün istifadə eləməmək də israfdır. Allah nemət verib, sən onu doğru düzgün istifadə eləmirsən. Həddi aşmaq, insan öz həddini aşmaq da bir israfdır. Bir yerdə Allah Teala buyurur ki, qida məsələsini işarə yeyib içmək barəsində buyurur ki, Ərəf surəsində buyurur, kulu vəşrabu və la tusrifu innehu la yuhibbul musrifin. Deyir, yeyin, için. Əlbəttə halaldan. Digər bir yerdə Allah Teala buyurur ki, halal ola, pak ola. Yeyin, için. Və la tusrifu. Amma israf eləməyin. İsraf eləməyin. Allah israf edənləri sevməz. Digər bir yerdə Allah Teala buyurur ki, Furqan surəsində "Vellezîne izâ enfaqû lem yusrifu ve lem yaqturu ve kâne beyne zâlike qavâma." Deyir, o kəslər ki, infaq edirlər, öz malından xərcləyirlər, lem yusrifu, israf etmirlər, ve lem yaqturu. Bu da çox önəmlidir. Və xəsis də deyirlər. Baxın, bəzi insanlar var, İsraf adı ilə, belə deyək də, israf adı ilə sui-istifadə ilə israf olmasın, xəsis olurlar. Quran deyir ki,
sən tam belə olma. Tam da insan. Sən əlinə bir şey sən əlinə götür, qumu götür, əlinə doldur qumu. Tam əlinə atsan, hamı gedəcək. Nə oldu sən nə edin? Bəd xərcdə elədin. Özün qaldın belə. Özün qaldın fəqir, özün qaldın yoxsul. Yoxsul oldun, başqasına möhtac olursan istər-istəməz. Tam da belə oldun, xəsisdir. Heç nə, sən əlindən bir şey çıxmaz ki, hamısı qaldı onun üçün. Deyir, nə belə ol, nə belə ol, bəlkə belə, yarısı geç, yarısı da səndə qalsın. Lazım olan yerlərə xərc eləmək Allah yolunda, insanın nə boyuna gəlirsə, Allah veribsə, hamısı özünün deyil ki, onu xərcləməlidir, Allah yolunda xərcləməlidir, ehtiyacı yerlər xərcləməlidir, yarısı da özü üçün. Özünə də lazımı qədər, ehtiyacı olan qədər buyurur. Quran Allah da buyurur ki, o kəslər ki, infaq edirlər, amma necə infaq edirlər? Bəd xərcli eləmirlər. İsraf eləmirlər, xəsis də deyirlər. Bəlkə vəkənə bəynə zəlikə qavama. Bəlkə bu iki şeyin arasında mu'tədil orta vəziyyətdədirlər bunlar. Dediyim kimi o vəziyyətdədirlər. İmam Əli əleyhissalam da buyurur ki, ma'alə mən iqtəsada. Hər kəs mu'tədil olsa yaşayışında, mu'tədil olsa, ortada olsa, yəni nə bərdxəz deyil ya, nə də ki xəsis olan. Xəsisi də yaxşıdır, tam xərcləmə də yaxşı, düzgündür. Əgər bu cürdən olsa, o heç vaxt fəqir olmaz. Peyğəmbər buna əhl-i beytin salavat zikridir. Allahümme sallallahu aleyhi ve sellem. Əzizlər, Quranda yaşayış tərzi ki var, biz Quran dediyi kimi yaşamalıyıq. Bir də budur ki, ailə məsələsidir. Ailə məsələsi. Ailə məsələsinə gələndə subaylarımızı qəm-qüssə bürüyür. Ki, nə qədər subaylarımız var, indi onun da səbəbləri var. Ki, Quran buyurur ki, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا. Deyir, Allahın nişanələrindəndir ki, sizin üçün özünüzdən, yəni sizin özünüzdən, içinizdən zövcələr xəlq edib Allah Teala. Zövcələr xəlq edib. Nə üçün? لِتَسْكُنُوا إِلَيْهَا. İzdivacla, evlənməklə insan o aramlığı əldə edir. Bəs ailə çox önəmli. Ailə, yəni ailə aramlığın bir mərkəzidir. Münaqişə meydanı deyil. Ailə onun üçündür ki, bir cavan ailə qurur nə üçün? İstir ki, aram yaşasın, aram olsun. Nəinki həyatı cəhənnəmə çevirir. Evlənməyib ki, cəhənnəmə çevirirsin. Bu evlənib ki, aram olsun. Quran buyurur ki, insan gərək bu cürlə olar. وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً. Və Allah Teala sizin aranızda məvəddə, məhəbbət və rəhmət qərar verir. Bu məhəbbət ki, Allah Teala'nın bizə neymətlərindən biridir. Bizə bu tövbədir ki, Allah bizə əta edib ki, bu neymətlə insanlar bir araya gəlsinlər, mehriban olsunlar. Ailə təməli qurulsun. O ailədə, o aramlıq, nəyə görə Allah Teala buyurur ki, zövcələr qərar verdi ki, insan ailə qurmaqla aramlığı əldə eləyə. O ailədə aramlıq olsa, orada övladlar, böyüyən övladlar, dünyaya gələn övladlar, boya başa çatan övladlar nə olacaq? Sağlam olacaq övladlar. Düzgün, sağlam şəkildə tərbiyə olunacaq. Yox, əgər ailədə, əgər aramlıq olmayan, məlum məsələdir ki, aramlıq olmayan, əmniyyət olmayan evdə də övlad tərbiyə eləməsi də çətin məsələdir. Çünki bu çox önəmli ailə məsələsi ki var. Bu məsələyə də gərək hamımız diqqət eləyək, bu cavanların bu cürlə yaşayırlar. Quran buyurur ki, لِتَسْكُنُ إِلَيْهَا aramlıq mərkəzi demək ehtiyac var insan. Əgər insan istəyirsə, mümin bir insan istəyirsə, Quran dediyi kimi yaşamalıdır,
təvəkkülü öz yerində, qənaəti öz yerində, ailə sahibi olmalıdır inşallah. Allah'tan istəyimiz budur ki, Allah Teala xanım Fatimə Zəhra haqqına bizim sübaylarımıza İmam Zaman bəyənən ailə nəsib eləsin. Əlbəttə, ailə onun üçündür ki, dediyim kimi aramlıq, yəni həyat yoldaşı, orada ağa və xanım ki, ailə qurublar, bunlar bir-birlərinə şərik və yoldaşdılar. Bunlar bahəm bir işlər görməlidir ki, Allah deyən kimi, Quran dediyi kimi yaşamalıdır ki, aqibətləri xeyirli olmalıdır və gözəl övladlar tərbiyə olmalıdır. Ata-ana ən gözəl nümunədir övladlar üçün. Bəzən valideyn danışmalıdır övladın tərbiyəsi üçün, danışmalıdır. Amma bəzi yerdə danışmağa ehtiyac yoxdur, əməldir. Mən burada övladımla danışım, yaxşı sözlər deyim, amma o tərəfdən mənim əməlimdə əgər övladım görsə ki, mənim dediyimlə düz gəlmirsə, Qurandan deyirəm, amma dediyim düz gəlmirsə, bəli, məlum məsələdir ki, onun o qədər də təsiri olmayacaq. O valideynlər ki, bizləri boya başa çatdırıblar, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, qalanlara Allah can sağlığı ət eləsin, onları da yine insan unutmayar ki, Quran buyurur, وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِ صَغِيرًا deyir, de, belə dua elə, bizə öyrədir Allah Teala. Bu cürlə dua elə, Pərverdigara, rəhm eylə, atam, anama, necə ki, məni uşaqlıqda tərbiyə elədilər, məni boya başa çatdırdılar, bəli. Bir məsələ də budur ki, əzizim, bu da çox önəmlidir, vaxtınızı çox almaq fikrim yoxdur, sədaqət və əmanətə əda eləmək. Ki, Quran buyurur, İnna Allaha ya'murukum en tu'addul əmanat. Allah Teala əmr edir sizə əmanəti əda eləmə əhlinə. Mən bir hədis siz əzizlərin xidmətinizə ərz eləyim ki, buyurur, bu sədaqət, düz danışmalıq və əmanəti sahibinə qayıt, əmanət sahibi olmaq. Buyurur, La tənzuru ilə tuli ruku'ir rəculi və sucudi. Deyir, baxmayın insanın uzun uzadı rükularına, səzdələrinə. Fə innə zəlikə şey'un i'tadə. Deyir, onun üçün bu adət şəklində olub. Fələv tərəkəhu istəvhəş. Əgər bunu tərk eləsə, narahatçılıq olacaq. Vələkin unzuru ilə sıdqi hadisihi və ədai əmanəti. Bir şəxsin uzun səzdələrinə, rükularına diqqət eləməyin, baxmayın. Baxın onun düzgünlüyünə, dürüstlüyünə, düzgün sədaqətinə baxın onun əmanətdarlığına baxın. Onun əmanətdardır ya yox. Yəni insanın uzun səzdələrinin, rükularının, yəni imam demək istəyir ki, səcdə uzun uzadı eləməyə məzəmmət edir, rükuda olmaq xeyir, gözəl işdir. İmam Səccad əleyhissalam niyə səccad deyirdilər? Ən çox səcdə edirdi İmam Zeynul Abidin əleyhissalam. Ləqəblərindən biri Zeynul Abidin, biz bəzi imamlarımızın adlarını, ləqəblərini daha yaxşı bilirik adlarını. İmam Zeynul Abidin əleyhissalamın adı nədir? Əlidir. Ləqəblərindən biri nədir? Zeynul Abidin, ibadət edənlərin zinəti. Bir ləqəbi də budur, Səccaddır. Səccad, yəni daha çox səcdəyə gedən şəxsə deyərlər. Yaxşı, bir yana İmam Sadiq əleyhissalam deyir ki, baxma bir şəxsin. Yox, mənası budur ki, əzizim. Sənin uzun səzdələrin, rükularının o vaxtı faydası var ki, sən həyatda dürüst olasan. Əsl mənada sən dürüst olasan. Mən bir yandan namazımı qılım, işlərimi görüm, bu Allahın burada şəriətə çox diqqət edirəm, adət şəklində gedir məndə. Adət şəklində görsün. Amma o tərəfdə həyatında düzgünlük olmuyor, əmanətə xəyanət edir. Bu ki, düz gəlmir. İmam onu demək istəyir. Bilirsiniz, Həzrət Əli əleyhissalamın Həmmam gəldi, dedi, ağa, təqvanı mənə izah ver. Təqvanı. İmam Əli əleyhissalam bir cavab verdi.
Cavab verdi ona, bunu qane eləmədi. Deyir, yox, belə yox. Mənə elə təqvanı anlat, mənə elə təqvanı başa sal ki, sanki mən onu təsəvvür edirəm. Bilirsiniz də, hammamda təqvanın xüsusiyyətləri qutarmamış, bitməmiş, hammam vida elədi bu dünya. Dünyasını dəyişdi, dözmədi. Nəhcül Bəlağədə Muttəqin xutbəsi var. Birinci bəndi budur. İmam deyir ki, indi ki belədir, sən məndən israr edirsən, təqvalı olan şəxslərin birinci şərti nədir? Məntiquhumus savab. Birinci budur ki, təqvalı olan şəxs yalan danışmaz. Həyatında yalan olmaz, dürüst olmalıdır. Danışığı düz ola. Biri gəldi Peyğəmbərin yanına, deyir, ya Rasulallah, mənə elə bir əxlaqı öyrət ki, elə bir mənə kəlam buyur ki, bütün dünyanın və axirətin xeyri ondadır. Zirək adam olur da, elə sual edir ki, istəyir, həm bu dünyası yaxşı olsun, saadətli yaşasın, gözəl, necə ki, Quranda Allah təala buyurur ki, pak həyat, pak həyat. Aqibətin də xeyirli olsun. Peyğəmbər bir kəlmə söz deyir, uzun danışmıyor. Deyir, lə kəzib. Yalan danışma. Qutardı getdi. Yəni sən yalan danışmasan, qalan işlərin düzələr inşallah. Sən bütün pislikləri, bütün günahları bir yerdə, bir məkanda nəzərdə tut, onun açarı nədir? Yalan danışmaydı, rəvayətdə var. Elə ki sən yalan danışdın, bütün pisliklər, bütün günahlar insana tərəf üst tutur. Ona görə də bu məsələdə çox önəmlidir. İmam Sadiq əleyhissalam ona işarə edir. Nəinki səzdələrin, yox. Məsələ çox önəmli və mühümdür ki, o qədər düzlük, sədaqət mühümdür insan həyatında. İmam bu sözü deyir. Bir şəxsin uzun səzdələrinə, rüklarına baxmayın. Onun baxın düz danışmağına və əmanətdarlığına. Və son Qur'anın buyurduqlarına əsasən buyurur ki, xidmət eləmək. İnsanlarla mehriban davranmaq, xidmət eləmək. Və yu'thirun ala anfusihim vəlau kana bihim xasasa. Bəzən bizim imkanımız var, digərlərinə əl tuturuq, köməkli edirik, xidmət edirik. Bəzən elə insanlar var ki, özü ehtiyacı olan halda başqalarına köməkli edir. Quran onu demək istəyir ki, bəzi insanlar var ki, digərlərinin müşkillərini özündən müqəddəm bilir. Ki, insan bunlara da diqqət eləməlidir. Əgər bunlar, bu sadaladığımız ki, Quran-ı Kərimdən Allah buyurur ki, biz istəyiriksə, Quran dediyi kimi yaşayaq, bizim həyatımız o cürdən olsun, o pak həyatı əldə eləyək. Budur ki, təvəkkülümüz, sədaqətimiz, israfa yol verməmək, insanların xidmətində olmaq, bu məsələlərə insan diqqət eləyək. Allah'ın verəm izzət, cəlal, nəzmətinə Allah Teala bizi o bəndələrdən qərar versin ki, Quran dediyi kimi yaşayaq. Allah Teala bizim övladlarımızı, nəslimizdə Quran və Əhl-i Beytlə yaşasın. Əhl-i Beyt əleyhissalam da o cürlə yaşadılar əzizim. Əlbəttə, onların yaşayışı hara? Bəli, onlar bizim üçün nümunədir. Onlar da bütün həyatı sədaqətlə idi. Elə bir insan yox idi ki, Əhl-i Beytin yanına gəlsin, əli boş qayıtsın. Deyir, bir nəfər deyir ki, gəldim İmam Hüseyin əleyhissalamın huzuruna, müşkülüm var idi. İmam Hüseyin əleyhissalam mənə baxmadan, qapını açmadan bir məbləğ verdi mənə. Bir məbləğ verdi mənə. Göstərmədi gözünü ki, məni sabah görəndə, üzbəyiz görəndə xəcalət çəkməsin. Qoy izzətli olsun, izzəti aradan getməsin. Deyir, saydım, gördüm, elə mənim ki, ehtiyacım var idi, bu pula mənə İmam Hüseyin əleyhissalam elə o qədəri vermişdi. Bunlar həyatı boyu belə olmuşdular, bu cürləndir. Xanım Fatimə Zəhra salamı əleyha öz gəlinlik, xanımlar da eşidirlər. Xanım Fatimə Zəhranın öz gəlinlik libasını, gördük ki, bir fəqirin ehtiyacı öz gəlinlik libasını ona əta elədi. Allah bizi Quran və Əhl-i Beytlə yaşasın, aqibətimizi xeyirli qərar versin inşallah və
Quran məsələdə bu işimizdə Allah Teala bizi ciddi qərar versin. Həm özümüz və həm övladlarımızı, gəncləri, yeniyetmələrə də bu işə inşallah sövq elətdirə. Əlbəttə, taavanu aləl birri və taavanu aləl bir. Yadında qalan bu qədərdir. Deyir, yaxşı işlərdə neyini? Bir-bizə kömək edin əzizlər. Bu iş belə bir işdir ki, hamımız gələ əl-ələ verməliyik bu işdə. Yaxşı işi görmək üçün gələ əl-ələ verək, bu işi qabağa aparaq inşallah. Əgər biz inşallah istəyirsə bu Quran məsələmizdə, Quran yaşayışımızda müvəffəq olaq, övladlarımızı düşünək, bu gəncləri düşünək ki, inşallah onların gələcəyi yaxşı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.